Belə başlayaq müəllimlər. Deməli, ikinci növ təyini söz birləşməsi. İkinci növ təyini söz birləşməsinin düsturu belədir. 1T0, 2TM. Özə M-nın da üstündə üçüncü şəxs, 3. Nə deməkdir? Yəni, bu düstur o deməkdir ki, ikinci növ təyini söz birləşməsinin bilirik ki, iki tərəfi olur da. Necə birinci, ikinci, üçüncü. Hamısının bunların iki tərəfi olur. Asıl tərəf, əsas tərəf. Birinci tərəf asılı tərəfdir, ikinci tərəf əsas tərəfdir. Birinci tərəfi, ikinci növ təyin söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yelik halda olur. Və qeyri-müəyyən yelik halında şəkilçisi olmadığına görə, ona görə 1T0 yazıb. Yəni, birinci tərəf 0, yəni şəkilçisiz. Axı, birinci tərəf qeyri-müəyyən yelik halda olur. Qeyri-müəyyən yelik halında özünə məxsus şəkilçisi olmadığına görə 1T0 ona görə yazılıb. İkinci tərəf isə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Yəni, ikinci tərəf 2T mənsubiyyət. İkinci tərəf isə üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Ona görə 2T, yəni ikinci tərəf mənsubiyyət özü üçüncü şəxsdə olur. Məsələn, su səsi. Baxın, istəyir yəliqal olsun, istəyir qeyri-yəliqal olsun. Dedik ki, əşyanın yəsini bildirir, düzdür? Əşyanın yəsini bildirir. Məsələn, mənsubiyyət şəkilçiləri isə mənsub olan sözü artırılır. Su səsi. Nəyə mənsubdur? Səs suya mənsubdur, yoxsa su səsə mənsubdur? Təbii ki, səs suya mənsubdur. Ona görə mənsub olan söz səs olduğuna görə səsdəki i mənsubiyyət şəkilçisidir. Mənsubiyyətdir. Və səsin bəs yiyəsi nədir? Sudur. Su da səsin yiyəsi olduğuna görə su yiyəlik haldadır. İndi baxın. Belə bir şeydir. Yiyəlik halın şəkilçisinin yiyəlik halın şəkilçisi ının şəkilçisidir. Əgər mən onu yiyəlik hallı sözdə mən yiyəlik halın ının şəkilçisini görmürəmsə, o qeyri-müəyyən yiyəlik halıdır. Məsələn, su səsində səs suya mənsub olduğuna görə, yəni mənsub olan söz səs olduğuna görə səsdəki i mənsubiyyətdir. Çünki mənsubiyyət şəkilçiləri demişdik, mənsub olan söz artırılır. Səsdəki i mənsubiyyətdir. Səsin yiyəsi su olduğuna görə su da yiyəlik haldadır. Amma mən su sözündə ının şəkilçisini görmürəm. Əgər yiyəlik hallı sözdə mən ının şəkilçisini, yəni yiyəlik halın şəkilçisini görmürəmsə, deməli həmin söz qeyri-müəyyən yiyəlik haldadır. Sonra, məktəb direktoru nəyə mənsubdur? Direktor məktəbə mənsubdur. Ondan görə direktordakı u mənsubiyyətdir. Direktorun yiyəsi, deməli, direktordakı u mənsubiyyətdir və direktorun yiyəsi məktəbdir. Məktəbdə yiyəlik haldadır və ının şəkilçisini yerində görmürəm. Deməli, bu da qeyri-müəyyən yiyəlik haldadır. Qeyri-müəyyən yiyəlik haldadır. Oxumaq həvəsi nəyə mənsubdur? Həvəs oxumağa. Deməli, həvəsdəki i mənsubiyyətdir. Həvəsin yiyəsi nədir? Oxumaq. Oxumaq da yiyəlik haldadır. Inın şəkilçisini görmədiyimə görə qeyri-müəyyən yiyəlik haldadır. Baxın. Deməli, ikinci növ təyin söz birləşməsinin düsturu nə idi? Birinci tərəf 0, yəni şəkilsiz. Baxın, ikinci növ təyin söz birləşməsinin su səsində birinci tərəf qeyri-müəyyən yiyəlik halda olduğuna görə ının şəkilçisi iştirak etməyib, şəkilsizdir. Məktəb direktorunun birinci tərəf qeyri-müəyyən yiyəlik halda olduğuna görə ının şəkilçisi iştirak etməyib, yəni şəkilsizdir. Oxumaq həvəsində oxumaq birinci tərəf qeyri-müəyyən yiyəlik halda olduğuna görə ının şəkilçisi iştirak etməyib. Yəni, yiyəlik halın şəkilçisi iştirak etmirsə, o qeyri-müəyyən yiyəlik haldadır. Birinci tərəf şəkilsiz olduğuna görə 1T0 oldu. İkinci tərəfdə üçüncü şəxsin mənsubiyyəti. Bax, ü, su şəkilçisi üçüncü şəxsin mənsubiyyət şəkilçisidir. Su səsi. Səs suya mənsubdur. Səsdəki i mənsubiyyətdir. Məktəb direktoru. Direktor məktəbə mənsubdur. Direktordakı u mənsubiyyətdir. Oxumaq həvəsi. Həvəsdəki i mənsubiyyəti. Həvəs oxumağa mənsub. Deməli, burada mən baxıram, görürəm ki, bu mənsubiyyət şəkilçiləri də üçüncü şəxsə aiddir. Fikir verin, birinci tərəf, məsələn, su səsində birinci tərəf qeyri-müəyyən yiyəlik haldadır. İkinci tərəf, üçüncü şəxsin təkinin mənsubiyyətindədir. Məktəb direktoru, birinci tərəf məktəb qeyri-müəyyən yiyəlik haldadır. İkinci tərəf, yəni əsas tərəf, üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisindədir. Oxumaq həvəsi. Birinci tərəf oxumaq qeyri-müəyyən yiyəlik haldadır. İkinci tərəf isə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisidir. Deməli, ikinci növ təyin söz birləşmələrin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəf isə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisini ifadə edir. Tərəflərə əsasən isimlə ifadə olunur. İsimlə. Əsasən, amma hər zaman isimlə ifadə olunmur. Əsasən isimlə ifadə olunur. Məsələn, su səsində su da isimdir, asılı tərəf. Səs də isimdir, asılı tərəf, əsas tərəf. Görürsünüz, tərəfləri isimlə ifadə olunur. Məktəb direktorudur, məktəb də isimdir, direktor da isimdir. Çox vaxt tərəfləri isimlə ifadə olunur. Amma bəzən başqa nitq hissəsi ilə də ifadə oluna bilər. Məsələn, oxumaq həvəsində oxumaq feildir, həvəs isimdir. Deməli,
Üçüncü növ, ikinci növ təyini söz birləşmələri tərəflərə əsasən ifadə olunur. Bəzən amma başqa nitqçələrlə də ifadə oluna bilər. Məsələn, baxın, vətən həsrəti. Nəyə mənsubdur? Həsrət vətənə mənsubdur. Ona görə həsrətdəki i mənsubiyyətdir. Həsrətin yiyəsi nədir? Vətən. Vətən də yiyəli qaldadır. Amma ının şəkilçisini görmədiyimə görə deməli qeyri-müəyyən yiyəli qaldadır. Fikir verin. Birinci tərəf qeyri-müəyyən yiyəli qaldadır. İkinci tərəfdə üçüncü şəxsin təkini mənsubiyyətini qəbul edib. Ona görə vətən həsrəti ikinci növ təyin söz birləşməsidir. Və hər ikisinin tərəfləri vətən də, həsrət də ikisi də isimdir. Baxın, tərəfləri isimlə ifadə olunur. Gözəllər gözəli. Nəyə mənsubdur? Gözəli sözü gözəllərə mənsubdur. Ona görə gözəldəki i mənsubiyyətdir. Gözəlinin yiyəsi nədir? Bəs gözəllərdir. Gözəllər də qeyri-müəyyən yiyəli qaldadır. Fikir verin. Birinci tərəfdə ının şəkilçisi olmadığına görə qeyri-müəyyən yiyəli qaldadır. İkinci tərəfdə üçüncü şəxsin təkinin mənsubiyyətidir. Deməli, ikinci növdür. Tərəflər nəyə ifadə olunur? İkisi də sifətdir. Gözəllər gözəli, ikisi də sifətdir. Oxumaq arzusu. Arzu oxumağa mənsubdur. Arzudakı su mənsubiyyətdir ona görə. Arzunun yiyəsi oxumaqda qeyri-müəyyən yiyəli qaldadır. Deməli, bildim ki, birinci tərəf qeyri-müəyyən yiyəli qaldadır, ikinci tərəf isə üçüncü şəxsin təkinin mənsubiyyəti. Deməli, bu nədir? Bu deməli, ikinci növ təyin söz birləşməsidir. Bəs nə ilə ifadə olunub? Birinci tərəf oxumaq feillə ifadə olunub, yəni məslərlə. İkinci tərəf isə arzu isimlə ifadə olunub. Dünya gəncləri. Gənclər dünyaya mənsub olduğuna görə gənclərdəki i mənsubiyyətdir. Gənclərin yiyəsi dünyadır. Dünyada qeyri-müəyyən yiyəli qaldadır. Birinci tərəf qeyri-müəyyən yiyəli qaldadır. İkinci tərəfdə üçüncü şəxsin təkinin mənsubiyyətindədir. Daha doğrusu üçüncü şəxsin cəminin mənsubiyyətindədir. Yəni, birinci tərəf qeyri-müəyyən yiyəli qaldadır. İkinci tərəfdə üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edib. Deməli, bu ikinci növ təyin söz birləşməsidir. Tərəflər nəyə ifadə olunub? Dünya isimdir, gənclər sifətdir. İsim və sifətlə ifadə olunub. Tərəflər arasında demək olur ki, söz artırmaq olmur. Yəni, məsələn, oxumaq arzusunda oxumaqdan arzunun arasında hər hansı bir söz artıra bilmərəm. Gözəllər gözəli ikinci növ təyin söz birləşməsində gözəllərlə gözəlin arasında hər hansı bir söz artıra bilmərəm. Vətən həsrətində vətənlə həsrət arasında hər hansı söz artıra bilmərəm. Qısa konkret desək, tərəfləri arasında ikinci növdə, tərəfləri arasında demək olur ki, söz artırmaq olmur. Tərəflər arasında söz artırmaq olmur. Mümkün deyil. Tərəfləri eyni zamanda cəmlənə bilmir. Baxın, söz ustadları. Söz təkdədir. Cəm şəkilçisi, larilər şəkilçisi ilə işlərində düzdür. Ustadları isə cəmdədir. Tərəfləri eyni zamanda cəmlənmir. Ayrı-ayrıqda cəmlənir. Və burada söz ustadlarında ikinci tərəf cəmlənir. İndi şairlər məskənində isə, bu da ikinci növdür də, məskən şairə mənsubdur. Məskəndəki i mənsubiyyətdir. Məskənin yiyəsi şairdir. Şair də ının şəkilçisi olmadığına görə qeyri-müəyyən yiyəli qaldadır. Birinci tərəf qeyri-müəyyən yiyəli qal oldu, ikinci tərəf üçüncü şəxsin mənsubiyyəti oldu. Deməli, ikinci növdür. Burada isə birinci tərəf cəmlənib. Şairlər cəmdədir, məskəni təkdədir. Deməli, tərəflər eyni zamanda cəmlənmir, ayrı-ayrılıqda cəmlənir. Baxın, söz ustadları ikinci növündə birinci tərəf cəmlənmədi, ikinci tərəf cəmləndi. Amma şairlər məskənində isə birinci tərəf cəmləndi, ikinci tərəf cəmlənmədi. Bu formada, yəni ikinci növ təyin söz birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir. Amma istisnalar var, təbii ki. Məsələn, atalar sözləri ikinci növ olsa da tərəfləri eyni zamanda cəmlənir. Atalar, burada da larlər var, sözləri, burada da larlər var. Sözlər atalara mənsub olduğuna görə sözlərdəki i üçüncü şəxsin mənsubiyyətidir. Sözlərin yiyəsi atalar olduğuna görə yiyəli qaldadır. Inın şəkilçisini görmədiyimə görə də qeyri-müəyyən yiyəli qaldadır. Qısa konkret desək, birinci tərəf qeyri-müəyyən yiyəli qaldadır, ikinci tərəf üçüncü şəxsin mənsubiyyəti. Deməli, bu ikinci növdür. Və ikinci növ təyin söz birləşməsinin tərəfləri eyni zamanda cəmləndi. Bu istisnadır da daha doğrusu. Yəni, bunlar istisnadır. İstisna kimi bunları əzbərləmək lazımdır. Amma normalda ikinci növün tərəfləri eyni zamanda cəmlənmir. Qocalar evləri, elmlər namizədləri, elmlər doktorlar, fikir verin, hamısının tərəfləri eyni zamanda cəmlənir. Bunlar istisnadır. Onları əzbərləyirsiniz. Sonra, bütövlükdə bir cümlə özü olur. Bəli, yəni mən ikinci növü cümlə özü kimi təhlil eləyən zaman, sintaktik təhlil eləyən zaman, yəni mübtada, xəbər, tamamlıq, təyin, zərflik kimi axtarıb tapan zaman ikinci növü heç vaxt parçalaya bilmərəm. Su səsi ətrafa yayılırdı. Nə edirdi? Yayılırdı xəbər. Nə ətrafa yayılırdı? Su səsi mübtada. Fikir verin, mübtadamız ikinci növdür. Və ikinci növ təyini söz birləşməsi mübtadadır. Və fikir verin, biz burada ikinci növ təyini söz birləşməsini parçalamadıq. Yəni suya ayrı, səsə ayrı sual vermədik. Bütövlükdə bir dənə sual verdik. Su səsi ətrafa yayılırdı. Nə edirdi? Yayılırdı xəbər. Nə yayılırdı? Su səsi, bu da mübtada. İkinci növ parçalənmədi. Bütövlükdə bir cümlə sözüdür.
Tərəfləri adətən şəxs əvəzliyi ilə ifadə olunmur. Tərəfləri şəxs əvəzliyi ilə ifadə olunmur. Çünki şəxs əvəzliyi adətən qeyri-müəyyən yelik halda olur. Şəxs əvəzliyi nə qeyri-müəyyən yelik halda olur, nə də mənsubə şəkilsi qəbul edir. Şəxs əvəzliyi, yəni mənsubə şəkilsi də qəbul etmir. Qeyri-müəyyən yelik halda da ola bilmir deyə ikinci növ təyin söz birləşməsinin tərəfləri şəxs əvəzliyi ilə ifadə oluna bilmir ona görə. Yəni şəxs əvəzlilərimiz hansıdır? Mən, sən, o, biz, siz, onlar. Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliyi. İkinci növ təyin söz birləşməsinin aslı tərəfi də ola bilməz, əsas tərəfi də ola bilməz. Asıl tərəfi ona görə ola bilməz ki, şəxs əvəzlikləri qeyri-müəyyən yelik halda işlənə bilmir. Əsas tərəfi ona görə ola bilməz ki, şəxs əvəzliyi mənsubə şəkilsi qəbul edə bilmir ona görə. Sonra gəldik üçüncü növ təyini söz birləşməsinə. Bəs, yaxşı, üçüncü növ təyin söz birləşməsi nədir? Əslində, ikinci ilə çox oxşardır, həddindən çox oxşardır. Əgər ikinci növ təyin söz birləşməsinin birinci tərəfi 0, yəni qeyri-müəyyən yelik halda deyək də, qeyri-müəyyən yelik halda isə, ikinci tərəfi mənsubə şəkilçisi ilə ifadə olunursa, amma təkcə üçüncü şəxsin. Üçüncü növ təyin söz birləşməsinin birinci tərəfi müəyyən yelik haldadır. Müəyyən yelik halda. İkinci tərəfi isə hər üç şəxsin mənsubiyyətidir də, təkcə üçüncü şəxsin yox, hər üç şəxsin mənsubiyyətidir. Məsələn, baxın, dağ havası deyirəm, düzdür, dağ havası. Hava, dağa mənsub olduğuna görə havadakısı mənsubiyyətdir. Havanın yəsi dağ olduğuna görə dağda yelik haldadır. Və mən həmin dağ sözündə ının şəkilsini görmürəm də, qeyri-müəyyən yelik haldadır. Deməli, birinci tərəf qeyri-müəyyən yelik halda olduğuna görə, ikinci tərəfdə üçüncü şəxsin mənsubiyyəti olduğuna görə dağ havası ikinci növ təyin söz birləşməsidir. İkinci növdür. Amma mən desəm, məsələn, dağın havası. Burada isə, nəyə mənsubdur? Hava, dağa mənsubdur. Ona görə havadakısı mənsubiyyətdir. Havanın yəsi dağdır və dağ sözü yelik haldadır və ının şəkilsini görürəmsə, artıq o müəyyən yelik haldadır. Yəni, birinci tərəf müəyyən yelik haldadır. İkinci tərəf isə mənsubə şəkilsilidir. İndi üçüncü şəxsin mənsubiyyətidir, amma əsas mənsubiyyətdir. Deməli, bu isə üçüncü növdür. Deməli, burada ının şəkilsi olmayanda ikinci növ olur, dağ havası. Inın şəkilsi görsəm, iştirak eləyirsə, yəni müəyyən yelik halda olsa, onda üçüncü növ olacaq. Məsələn, uşaqların səsi. Səs, uşaqlara mənsub olduğuna görə səsdəki i mənsubiyyətdir. Səsin yəsi uşaqlar olduğuna görə uşaqlardakı ın da yelik haldır. Birinci tərəf müəyyən yelik haldadır, ikinci tərəfdə mənsubə şəkilsizdir. Deməli, bu üçüncü növ təyin söz birləşməsidir. Sənin oxumağın, oxumaq sənə mənsub olduğuna görə oxumaqdakı ın yelik haldır. Oxumağın yəsi sənsən deyə səndəki in də yelik haldır. Baxın, bu formada. Deməli, baxın, ikinci tərəf, əsas tərəf mənsubə şəkilsizdir. İkinci şəxsin təkini mənsubiyyətidir. Birinci tərəfdə müəyyən yelik haldadır. Qısa konkretdə, birinci tərəf müəyyən yelik haldadır, ikinci tərəfdə mənsubə şəkilsizdir. Deməli, üçüncü növdür. Birinci tərəf qeyri-müəyyən yelik halda olsa, onda ikinci növ olacaq. Müəyyən yelik halda olsa, üçüncü növ olacaq. Rahat yadda saxlama qaydası budur. Məsələn, ağ lövhədə izah edin. Baxın, dağ havası dedik, düzdür? Hava, yenə deyirəm, dağa mənsub olduğuna görə havadakısı mənsubiyyətdir. Havanın yəsi dağdır, dağ da yelik haldadır. Amma yelik halının ının şəkilsi görmürəm. Deməli, bu qeyri-müəyyən yelik haldadır. Ona görə dağ havası oldu neçənci növ? İkinci növ. Amma desəm ki, dağın havası. Fikir verin bura. Hava yenə də dağa mənsub olduğuna görə havadakısı mənsubiyyətdir. Havanın yəsi dağ olduğuna görə dağ yelik haldadır. Amma burada yelik halda olan dağ sözündə ının yelik hal şəkilsini görürəm. Yelik hal şəkilsinin özü varsa, artıq o müəyyən yelik haldadır. Birinci tərəf müəyyən yelik haldadsa, ikinci tərəfdə mənsubə şəkilsilsə, deməli bu olacaq üçüncü növ. Birinci tərəf müəyyən yelik haldadsa, üçüncü növ olacaq. Birinci tərəf qeyri-müəyyən yelik haldadsa, ikinci növ olacaq. İkinci növ təyin söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yelik halda olur, ikinci tərəfi mənsubə şəkilsili. Üçüncü növ təyin söz birləşməsinin birinci tərəfi müəyyən yelik halda olur, ikinci tərəfi yenə də mənsubə şəkilsili. Bu formada. Sonra tərəfləri əsasən ismlə ifadə olunur, daha çox. Amma başqa nitq hissəsi ilə də ifadə oluna bilər. Məsələn, deyirəm,
Dağın havası. Baxın burada. Dağ da isimdir. Hava da isimdir. Tərəflər isimlə ifadə olunur. Məktəbin həyəti. Məktəb də isimdir, həyət də isimdir. Üçüncü növün də tərəfləri eyni ilə ikinci növdəki kimi isimlə ifadə olunur. İsimlə. Tərəfləri ikinci növdəki kimi isimlə ifadə olunur. İkinci növdə olduğu kimi üçüncü növündə əsasən tərəfləri isimlə ifadə olunur. Amma digər nitq hissələrində də ifadə oluna bilər. Eyni ilə ikincidəki kimi. Məsələn, oxumağın faydasında fayda oxumağa mənsubdur. Faydası mənsubiyyətdir. Faydanın yiyəsi oxumaqdır. Oxumaqdakı ın-da yəri qaldadır. Və onun yəri qalı şəkilsini görürəmsə, deməli üçüncü növdür. Oxumağın faydası üçüncü növdür. Və bu oxumağın faydası üçüncü növ təyin söz birləşməsinin asıl tərəfi oxumaq feildir, əsas tərəfi fayda isimdir. Fikir verin, tərəflər biri feil oldu, biri isim. Sənin oxumağın. Oxumaq sənə mənsub olduğuna görə oxumaqdakı ın mənsubiyyətdir. Oxumağın yiyəsi sən olduğuna görə səndəki in yəri qaldadır. İndi tərəflərinə fikir verir. Birinci tərəf müəyyən yəli qalır, ikinci tərəf mənsubə şəkilsidir. Ününü görürəmsə, deməli üçüncü növdür. Nə ilə ifadə olunur tərəflər? Sən əvəzlikdir, oxumaq isə feildir. Əvəzlik və feillə ifadə olunur. Şagirdin oxuyanı. Oxuyan şagirdə mənsub olduğuna görə oxuyandakı ı mənsubiyyətdir. Oxuyanın yiyəsi şagird olduğuna görə şagirdəki in yəli qaldı. İsim və feil. Tərəfləri isim feillə ifadə olunub. Deməli, bu üçüncü növdür və onun şəkilsində gördüyümə görə üçüncü növdür. Tərəflər nə ilə ifadə olunub? Şagird ismi və oxuyan feili ilə ifadə olunub. Tərəfləri arasına söz artırmaq olur. Məsələn, ikinci növdə artırmaq olmurdu. Amma burada olur. Məsələn, belə deyim də, Füzulinin poeması. Düzdür, üçüncü növdür. Poema Füzuliyə mənsubdur. Poema daxısı mənsubiyyətdir. Poemanın yiyəsi Füzuli olduğuna görə Füzulidəki in də yəli qaldı. Deməli, müəyyən yəli qaldı düzdür. Üçüncü növ demək. Bunun arasına Füzulinin poeması, arasına məsələn Füzulinin dünya şöhrətli poeması, dünya şöhrətli sözlərini əlavə etmək olur. Qısa qanqırı, üçüncü növün arasına istənilən qədər söz artırmaq olur. Məsələn, şagirdin oxuyanı, şagirdin intonasiyalı oxuyanı. Sonra oxumağın, sənin oxumağın, sənin gözəl oxumağın arasına görürsünüz söz artırmaq olur. Tərəfləri həm ayrı-ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir. Fikir verin, uşaqların kitabları birinci tərəfdə cəmlənib, ikinci tərəfdə. Futbolçuların geyimləri birinci tərəfdə cəmlənib, ikinci tərəfdə. Sonra, maşınların ehtiyat hissələri. Baxın, maşınların cəmlənib, ehtiyat hissələri cəmlənib. Birinci tərəfdə cəmlənib, ikinci tərəfdə. Sonra, meşənin ağacları. Burada artıq birinci yox, ikinci tərəf cəmlənib təkcə. Başa düşdünüz? Sonra, yaxud da deyirəm ki, meşələrin ağacı. Burada da birinci tərəf cəmlənib. Qısa qanqırı, tərəfləri eyni zamanda da cəmlənə bilər. Ayrı-ayrılıqda da cəmlənə bilər. Və üçüncü növ bütövlükdə bir cümlə üzvü olur. Məsələn, şəlalənin səsi insanı valeh edirdi. Nə edirdi? Valeh edirdi xəbər. Nə insanı valeh edirdi? Şəlalənin səsi. Şəlalənin səsi üçüncü növdür. Hardan bilin? Səs şəlaləyə mənsubdur. Səsdəki i mənsubiyyətdir. Səsin yiyəsi şəlalədir. Şəlalədəki indi yəli qaldadır. Və onun yəli qal şəkilsini görürəmsə, deməli bu müəyyən yəli qaldadır. Aha, müəyyən yəli qaldadır. Deməli bu üçüncü növ təyin söz birləşməsidir. Fikir verin, bu şəlalənin səsi üçüncü növ təyin söz birləşməsin. Təhlil eləyəndə mən parçalamadım onu. Şəlalənin səsi insanı valeh edir. Nə edir? Valeh edir xəbər. Nə insanı valeh edir? Şəlalənin səsi mübtada. Təhlil olunan zaman, yəni cümlə üzvü kimi təhlil olunan zaman parçalanmır. İkinci tərəfi yox, yalnız birinci tərəfi şəxs əvəzliyi ilə ifadə oluna bilir. Deməli, üçüncü növ təyin söz birləşməsinin ikinci tərəfi şəxs əvəzliyi ilə ifadə oluna bilməz. Səbəb nədir? Ümumiyyətlə, şəxs əvəzliləri mənsubə şəkilçi qəbul edə bilmir. Düzdür? Şəxs əvəzliləri mənsubə şəkilçi qəbul etmədiyinə görə, axı, ikinci və üçüncü növ təyin söz birləşməsinin ikinci tərəfi mütləq mənsubiyyət şəkilçili olmalıdır. Bunun da ona görə şəxs əvəzliyi də mənsubiyyət qəbul etmədiyinə görə ikinci növ təyin söz birləşməsinin tərəfləri mənsubə şəkilçi qəbul etmir. Hə, deməli, yenə də deyirəm, ikinci tərəfi niyə görə mənsubiyyət qəbul eləyə bilmir? Daha doğrusu, ikinci tərəfi niyə görə şəxs əvəzliyi ilə ifadə oluna bilmir? İkinci, üçüncü növün. Çünki ikinci, üçüncü növün ikinci tərəfləri hər zaman mənsubə şəkilçili olur. Şəxs əvəzlikləri də mənsubə şəkilçi qəbul eləyə bilmədiyinə görə şəxs əvəzlikləri ikinci, üçüncü növün ikinci tərəfində, yəni əsas tərəfində iştirak eləyə bilməz. Amma, məsələn, üçüncü növün birinci tərəfində şəxs əvəzliyi ola bilər. Məsələn, mənim elim. El mənə mənsub olduğuna görə eldəki m mənsubiyyətdir. İm daha doğrusu mənsubiyyətdir.
Elin yəsi mən olduğuna görə məndəki indi yəli qaldı. Və birinci tərəf yəli qaldırdı, ikinci tərəf mənsuba şəkil sildi. Birinci tərəf yəli qaldırdı, ikinci tərəf mənsuba şəkil sildi. Birinci tərəf yəli qaldırdı, ikinci tərəf mənsuba şəkil sildi. Və fikir verin, birinci tərəf şəxs əvəzliyinə ifadə olundu, amma ikinci tərəf ifadə olunmayıb. Sənin elin, el sənə eldəki mənsubətdə elin yəsi sənsə, səndəki indi yəli qaldırdı. Və s. İndi birinci tərəfi biz və siz şəxs əvəzliyi ilə ifadə olunduqda, üçüncü növdə. Üçüncü növün birinci tərəfi biz və siz şəxs əvəzlikləri ilə ifadə olunduqda, ikinci tərəf mənsubə şəkilsi işlənməyə bilər. İkinci tərəfdə mənsubə şəkilsi işlənməyə bilər. Məsələn, baxın, deyirəm bizim sinfimiz. Demir ha, bunu burada yazım rahat. Silin buranı. Əgər deyir üçüncü növün birinci tərəfi biz və siz şəxs əvəzliyi ilə ifadə olunduqda, ikinci tərəfində mənsubə şəkilsi ola da bilər, olmaya da bilər. İkisi də ola bilər də. İki dəfə yazım. Məsələn, bizim sinfimiz, sizin sinfiniz, bizim sinif, sizin sinif. Fikir verin bura. Deməli, üçüncü növdür də. Üçüncü növ təyini söz birləşməsini. Bax, bizim sinifimiz. Hardan bilim üçüncü növdür? Sinif bizə mənsubdur. Sinifdəki imiz mənsubiyyətdir. Sinifin yiyəsi bizik, bizdəki imdə yiyəli qaldadır. Sizin sinifiniz. Sinif sizə mənsubdur, sinifdəki iniz mənsubiyyətdir. Sinifin yiyəsi sizdəki indi yiyəli qaldadır. Qısa konkret desək, yəni özdə yiyəli qan şəkilçilərində görürüksə, deməli bu müəyyən yiyəli qaldadır və üçüncü növ təyin söz birləşməsidir. Yəni bizim sinifimiz üçüncü növdür, sizin sinifiniz üçüncü növdür. İndi deyir ki, bu üçüncü növün asıl tərəfi birinci tərəfdir, əsas tərəf ikinci tərəfdir. Asıl tərəfi, yəni asıl tərəf birinci tərəfdir, düzdür? Əsas tərəf də ikinci tərəfdir. Üçüncü növün asıl tərəfi, yəni birinci tərəfi biz, siz şəxs əvəzliyinə ifadə olunan da deyir. İkinci tərəfdə mənsubə şəkilçisi iştirak eləyə də bilər, eləməyə də bilər. Baxın, bizim sinifimiz. Burada ikinci tərəfdə mənsubət iştirak edib. Sizin sinifiniz. İkinci tərəfdə mənsubət iştirak edib. Amma indi burada eləməyib. Bizim sinif. Sizin sinif. Bunun birinci tərəfi biz, siz şəxs əvəzliyinə ifadə olunduğuna görə, ikinci tərəfdə burada mənsubət iştirak eləməyib. Bu da üçüncü növdür ya. Bizim sinif, sizin sinif də üçüncü növdür. Bizim sinifimiz, sizin sinifiniz də üçüncü növdür. Sadəcə olaraq, üçüncü növ təyin söz birləşməsinin birinci tərəfi biz, siz şəxs əvəzliyinə ifadə olunanda, ikinci tərəfdə, əsas tərəfdə yəni, mənsubə şəkilçisi iştirak eləyə də bilər, eləməyə də bilər. İndi bu zaman nə olur? Əgər birinci tərəf biz, sizdən ifadə olunanda, ikinci tərəfdə mənsubə şəkilçisi deməli iştirak etsə, cümlə üzvü kimi təhlil olunanda heç vaxt bunu parçalamayacağım. Yəni bizim sinifimiz məsələn gözəldir. Necədir? Gözəldir. Xəbər. Nə gözəldir? Bizim sinifimiz. Mübtada. Parçalamadım ki, bir yerdə təhlil elədim. Amma ikinci tərəfdə mənsubə şəkilçisi ixtisar olunsa, onda cümlə üzvü kimi təhlil olunanda parçalanacaq. Bizim sinif gözəldir. Necədir? Gözəldir. Xəbər. Nə gözəldir? Sinif. Mübtada. Hansı sinif? Bizim sinif. Deməli, mənsubə şəkilçisi iştirak eləyəndə parçalamıram. Mənsubə şəkilçisi iştirak etməyəndə parçalayıram. Aydındır? Bundan əlavə, mənsubə şəkilçisi iştirak etməyəndə bizim, sizin sözləri artıq təyin olur. Amma mənsubə şəkilçisi iştirak eləyəndə bizim, sizin sözləri ayrılıqda təyin olmur. Birlikdə cümlə üzvü olurlar. Sonra, bunları da dedik. Bəli, bununla bağlı elə burada məlumat verilir. Bəzi məlumatlar ki var, onları mən artıq belə deyim, növbəti dərsimizdə deyəcəm. Burada bağlı, daha doğrusu növbəti dərsimizdə yox. Məsələn, feili birləşməli izah eləyəndə deyəcəm də, belə deyim. Bu formada. Deməli, birinci növ təyini söz birləşmələrindən bağlı məlumatı deyim. Bilirik ki, birinci növ təyin söz birləşməsi, eyni ilə ikinci, üçüncü növ təyin söz birləşməsi kimi bunun da iki tərəf var. Asılı tərəf, əsas tərəf. Birinci növ təyin söz birləşməsinin eyni zamanda ikinci, üçüncü növ təyin söz birləşmələrinin də birinci tərəfi asılı tərəfdir, ikinci tərəfi də əsas tərəfdir. İndi sizə izah eləyəcəyim
isə birinci növ təyin söz birləşməsidir. Birinci növ təyin söz birləşmələrini aslı tərəfi, yəni birinci tərəfi hər zaman necə, nə cür, hansı, neçə, nə qədər, neçənci sualına cavab verir. Əsas tərəfi isə adlarla ifadə olunur. Məsələn, deyirəm ki, yaxşı iş. Sonra, məsələn, dünənki hadisə. Yaxud da deyirəm ki, dünənki hadisə. Yaxud da deyirəm ki, 5 kitab. Sonra, yaxud da deyirəm çox iş. Yaxud da deyirəm üçüncü sinif. İndi baxalım bura. Harada gördük? Birinci tərəf necə, nə cür, hansı, neçə, nə qədər, neçən sualına cavab verir. İkinci tərəfi də adlarla ifadə olunursa, yəni əsas tərəfdə adlarla ifadə olunursa, adlar da bir üstə nədir? İsimdir, sifətdir, saydır, sonra əvəzlikdir, zərfdir. Yəni birinci tərəf necə, nə cür, hansı, neçə, nə qədər, neçən sualına cavab verib. İkinci tərəfdə adlarla ifadə olunursa, deməli, həmin birləşmə birinci növ təyin söz birləşməsidir. Məsələn, yaxşı iş. Necə iş? Bax, birinci tərəfi necə sualına cavab verdi. İkinci tərəfi iş. İsimdir. İş isimdir də, düzdür. Birinci tərəfi, yəni necə, nə cür sualına cavab verdi. İkinci tərəfdə adlarla ifadə olundu, yəni isimlə ifadə olundu. Deməli, bu birinci növdür. Dünənki hadisə, hansı hadisə? Birinci tərəfi hansı sualına cavab verdi. İkinci tərəfi hadisə ismi ilə ifadə olundu. Deməli, dünənki hadisə birinci növdür. 5 kitab. Birinci tərəfi neçə sualına cavab verdi. İkinci tərəfi kitab ismi ilə ifadə olundu. Deməli, 5 kitab birinci növdür. Çox iş, nə qədər iş? Birinci tərəfi nə qədər sualına cavab verdi. İkinci tərəfi iş ismi ilə ifadə olundu. Deməli, bu da birinci növdür. Üçüncü sinif. Birinci tərəfi neçənci sualına cavab verdi. Neçənci sualına cavab verdi. İkinci tərəfi sinif ismi ilə ifadə olundu. Deməli, bu da birinci növdür. Qısa konkret. Birinci növ təyin söz birləşməsini istəyirsə rahatlıqla tapasınız. İki məsələyə diqqət yetirin. Birinci tərəf mütləq birinci növdə necə, nə cür, hansı, neçə, nə qədər, neçən sualına cavab verir. İkinci tərəfdə adlarla. Yəni isimlə də ola bilər, sifətlə də ola bilər, sayla da, əvəzliklə, zərflə də ibarət ola bilər. İkinci tərəfdə adlarla ifadə olunur. Bu formada. İndi birinci növlə bağlı digər məlumatları deyim. Deyir ki, hal və mənsubə şəkilçinin iştirakı olmadan yaranan. Bu dediyim formada ilə yadda saxlayın. Bu dediyim birinci, yəni fikrinizi qarışdıra bilər. Sonra digər məlumatlar deyim birinci növlə bağlı. Digər məlumatlar deyim. Aha. Bunlar da silib səliqəli. Deməli, birinci tərəf dedik ki, birinci növdə birinci tərəf, yəni asılı tərəf, bir də ikinci tərəf olur. Yəni ki, əsas tərəf. Birinci tərəf asılı olur, ikinci tərəf əsas olur. Və birinci növ təyin söz birləşməsinin birinci tərəfi necə, nə cür, hansı, neçə, nə qədər, neçənci sualına cavab verirsə, neçənci. İkinci tərəf isə adlarla ifadə olunur. Adlarla. Adlar deyəndə nə nəzərdə tutulur? Təbii ki, burada isim, sifət, say, əvəzlik və zərf nəzərdə tutulur. Yəni, ikinci tərəfdə adlarla ifadə olunur. Məsələn, dedik, yaxşı insan. Baxın, necə insan? Yaxşı, birinci tərəf necə sualına cavab verir? Nə cür insan? Hansı insan? Birinci tərəf necə, nə cür, hansı sualına cavab verir? İkinci tərəfdə insan isim. İsimlə ifadə olundu. Deməli, bu yaxşı insan olacaq birinci növ. Birinci növ təyinli söz birləşməsinin arasına söz daxil ola bilmir. Məsələn, mümkün deyil də söz daxil olsun. Bir dənə bir ədatı daxil ola bilər. Məsələn, yaxşı bir insan. Bir dənə bu istisna budur. Bir ədatı daxil ola bilər. Bir ədatı. Təhlil olunan zaman ayrı-ayrı təhlil olunur. Yaxşı insan, məsələn, yaxşı insan düşüncəli insandır. Düşüncəli insandır. Kimdir? İnsandır. Xəbər.
necə insandır? Düşüncəli. İndi bax, kim? İnsan. Necə insan? Yaxşı insan. Yenə də deyirəm. Ayrı-ayrı birinci növ təyin söz birləşməsini cümlə kimi təhlil eləyəndə ayrı-ayrı təhlil edirəm. Yəni birinci tərəfə ayrı sual verirəm. İkinci tərəfə ayrı sual verirəm. Birinci növ təyin söz birləşməsinin birinci tərəfə adətən təyin olur. Məsələn, yaxşı insan düşüncəli insandır. Kimdir? İnsandır. Necə insan? Düşüncəli. Kim? İnsan. Necə insan düşüncəli insandır? Yaxşı. Bax, kim insan? İnsan mübtadadır. Necə insan düşüncəli insandır? Yaxşı insan. Yaxşı da təyindir. Deməli, birinci növ təyin söz birləşməsinin asıl tərəfi, birinci tərəfi təyin olur. Əsas tərəfi isə adlarla ifadə olunur. Sonra eyni zamanda birinci növ təyini söz birləşmələri, bax, təhlil zamanı parçalanır, dedik. Eyni zamanda cəmlənə bilməz. Məsələn, 5 kitab birinci növdür, düzdür? Çünki birinci tərəfi neçə sualına cavab verir, ikinci tərəfdə adlarla ifadə olunur, yəni isimlə ifadə olunur. Deməli, 5 kitab birinci növdür. Tərəfləri eyni zamanda cəmlənmir. Adətən ikinci tərəf cəmlənir. 5 kitablar, ikinci tərəf adətən cəmlənə bilər. Amma eyni zamanda cəmlənmir. Və bundan əlavə, cümlə kimi təhlil olunanda dedik, ayrı-ayrı təhlil olunurlar. Tərəfləri eyni zamanda cəmlənə bilmir. Arasına söz daxil olmur. Bir dənə bir ədatından başqa. Bu da öz yerində. Amma təbii ki, istisna birinci növlərimiz var ki, cümlə üzvü təhlil zamanı parçalanmır. Məsələn, yeni il, orta əsrlər, qədim dövr, o artıq burada qeyd olunub ki, onlar heç vaxt parçalanmır. Yəni, cümlə üzvü kimi təhlil eləyəndə parçalanmır. Baxın, hər tərəf, son vaxtlar, yeni il, orta əsrlər, qədim dövr, nadir hallarda, sonra ev tərəf, bunlar birinci növ təyin söz birləşməsidir və cümlə üzvü kimi bunlar parçalanmırlar. Bunu da dedik. Artıq bilmək lazımdır ki, bir də birinci növün də adətin tərəfləri birinci tərəfə daha çox təyin olur. İkinci tərəfdə başqa nitq hissələri ola bilər. Sonra baxın, deyir, bizdən soruşur ki, aslı tərəfi düzəltmə isimlə ifadə olmuş isim birləşmə müəyyən edək. Əvvəlcə bizdən deyir ki, aslı tərəfi düzəltmə isimlə ifadə olmuş ismi birləşmə olsun. İsmi birləşmələrin biz bilirik ki, əsas tərəfi hər zaman adlarla ifadə olunur. Məsələn, dağıntının nəticəsi. Nəticə isimdir. Deməli, əsas tərəf adla ifadə olunubsa, dağıntının nəticəsi ismi birləşmədir. Gözəllik arzulayan. Əsas tərəfi adlarla ifadə olunmayıb. Ona görə bu ismi birləşmə deyil. Arzulayan, baxın, feili sifətdir. Yəni, məsəl feili sifət, feili bağlama ilə ifadə olunub. Bu feili birləşmədir, isim birləşmə deyil. İsim birləşmə o zaman olar ki, əsas tərəfi adlarla ifadə olunsun. Qoruq yeri, yer isimdir. Əsas tərəf adlarla ifadə olunub, deməli, bu da isim birləşmədir. Yaxşılıq itirən, bax, əsas tərəfi feili sifətdən ifadə olunub. Deməli, bu feili birləşmədir, isim birləşmə deyil. Dağların gözəlliyi. Əsas tərəfi gözəllik ismi ilə ifadə olunub. Bu da isim birləşmədir. Bizdən deyir ki, asıl tərəfi düzəltmə ismi ilə ifadə olunmuş ismi birləşməni tapaq. Deməli, isim birləşmələri hansılar oldu? A, C və D-dəki birləşmələr isim birləşmədir. Çünki üçünün də əsas tərəfi adlarla ifadə olunub. İndi görək, hansının asıl tərəfi, yəni birinci tərəfi düzəltmə isimlə ifadə olunub. Dağıntıda sözün kökü dağıntıdır. Çünki dağdan dağıntı yaranmaz. In da yiyəli qarşıgəlçisidir, qrammatikdir. Yəni bu sadədir. Asıl tərəfi bunun sadə isimlə ifadə olunur. Qoruqda sözün kökü qorudur. Qorudan qoruq yarandı. Qoru feilindən qoruq ismi yarandı. Yəni asıl tərəfi düzəltmə isimlə ifadə olundu. Deməli cavabımız elə C bəndidir. Dağlarda dağlarla qrammatikdir. Bu sadədir, ona görə olmaz deyil. Sonra əsas tərəfi deyir isimlə ifadə olunmuş söz birləşməsi müəyyən edək. Məsələn, bizim özümüz. Əsas tərəf ikinci tərəflərdə, düzdür? Əsas tərəf bizim özümüz. Öz əvəzlikdir. Hər şeyin yaxşısı. Əsas tərəf yaxşı sifətidir. Əsərlərdən üçü, əsas tərəf 3 sayıdır. Onlardan bəzisi, əsas tərəf bəzi əvəzliyidir. Onların hamısı, əsas tərəf hamısı əvəzliyidir. Uşaqların çoxu, əsas tərəf çox sayıdır. Meyvələrin dadısı, əsas tərəf dadılı sifətidir. Bizim hər birimiz, əsas tərəf hər birimiz əvəzliyidir. Onun baxışları, baxış, nə baxış? Əsas tərəf isimdir. Bizim görüşümüz, görüş nə görüş? Əsas tərəf isimdir. Baxın, əsas tərəfi isimlə ifadə olunan isim birləşməmiz, söz birləşməmiz E bəndidir. Hansı söz birləşmələrin yalnız bir tərəfi isimdir? Yalnız bir tərəfi, ikinci tərəfi yox.
Məsələn, dağlara hansı söz birləşməsin? Dağlara qalxmaq. Bunun bir asıl tərəfi dağ ismidir, qalxmaq isə feildir. Yalnız bir tərəf isimdir də, o da dağ. Cavabımız elə A bəndidir. Amma B bəndində qızıl da isimdir, payız da isimdir. Çünki bütün metal adları hamısı isim idi. Qızıl da metal adı olduğuna görə o da isimdir, payız da isimdir. Yəni hər iki tərəfi isimdir. Bitki növü, bitki də isimdir, növ də isimdir. Yanğın təhlükəsi, yanğın da isimdir, təhlükə də isimdir. Danışıq tərzi, danışıq da isimdir, tərz də isimdir. Bu formada. Yaxud da başqa bir nümunəyə deyək. Baxın deyir 12-ci sualda deyir isim birləşmə müəyyən edin. İsmi birləşmənin əsas tərəfi adlarla ifadə olunur. Məsələn, insanı düşündürən əsər. Əsas tərəf əsərdir. Çünki sonuncu söz əsərdir. Əsər də isim olduğuna görə deməli əsas tərəf adla ifadə olunub. Ona görə bu ismi birləşmədir. İnsanı düşündürən əsər isim birləşmədir. B bəndində keçən əsas tərəf feili sifətdən ifadə olunub deyə isim birləşmə olmaz. C bəndində əsas tərəf baxmaq feili ilə yəni məslərlə ifadə olunub deyə isim birləşmə olmaz. D bəndində ətrafa baxdıqca feili bağlamayan ifadə olunduğuna görə isim birləşmə olmaz. Meydanda hünərlə döyüşən, əsas tərəf döyüşən feil sifətin ifadə olunduğuna görə isim birləşmə olmaz. Bir isim birləşmə əsas tərəfi olmur. Əsas tərəfi olmur. İsmi birləşmənin əsas tərəfi olmur. Deməli, burada feili bağlamadı müəllimlər. Yadda saxlamaq lazımdır. Feili bağlama isim birləşmənin yox, feili birləşmənin əsas tərəfi olur. Cavabımız ona görə A bəndidir. Təbii ki, burada istisnalar var. Amma yenə də yəni bunu götürüblər. Sonra asıl tərəfi sifətlə ifadə olunmuş isim birləşməni tapaq. Asıl tərəfi, yəni birinci tərəf. Məsələn, meşədəki əhvalat hansı, meşədəki hansı sualına cavab verdiyinə görə sifətdə, asıl tərəfi sifətlə ifadə olunur. A bəndi. Sonra eyni zamanda deyir, bax 15-ci sualda ey ilham pərisi, ey azad səhər, nə qədər bəxtiyar görürəm səni. Bu nümunədə isim birləşməsi sintaktik vəzifəsi nədir? İlham pərisi neçənci növdür? Pəri ilhama mənsub olduğuna görə pərdəki i mənsubiyyəti. Pərinin yəsi ilham olduğuna görə ilham da yəli qaldı. Azad səhər birinci növdür. Niyə? Çünki bax necə səhər? Birinci tərəf necə nəcür sualına cavab verib. Səhər də isimdir. Birinci tərəf necə, yəni ikinci tərəf adına ifadə olunub. Deməli azad səhər birinci növdür. İkisi də isim birləşmədir. Birinci növ təyin ismi birləşmədir. Biri ikinci növ təyin ismi birləşmədir. İndi bunların sintaktik vəzifəsi nədir? Mən İlham Pərisi və Azad Səhərə müraciət eləmişəm deyə xitabdır. Cavabımız D bəndi. Bu formada sonra məsələn baxın 28 şirin xatirələri birləşməsi hansı cümlədə nöqtələrin yerinə yazılsa xatirələr sözü adlı qaldı olar. Təbii ki şirin xatirələri birləşməsi hansı cümlədə nöqtələrin yerinə yazılsa xatirələr sözü adlı qalır. Şirin xatirələri bölüşmək zövqvericidir. Xatirələri nəyi bölüşmək? Xatirələri bölüşmək. Burada təsir qaldı olacaq, adlı qaldı olmayacaq. Şirin xatirələri bir-bir yadına salırdı. Nəyi xatirələri? Burada təsir qaldadır. Şirin xatirələri unutmaq asan deyil. Nəyi xatirələri? Burada da təsir qaldadır. Şirin xatirələri qələmə alanda kövrəlmişdi. Nəyi? Xatirələri. Bu da təsir qaldadır. Şirin xatirələri heç vaxt unudulmayacaq. Nə heç vaxt unudulmayacaq? Xatirələri. Bu artıq adlı qaldadır. Cavabımız E bəndidir. Yəni bu formada biz indi bunları tapmalıyıq. Bunların hamısının ayrıca testlərin bir-bir izah eləyəcəm. Yəni burada fikir verməliyik. Bir də 44-cü sual deyim. Məsələn, hansı cümlədə deyir isim birləşmə işlənməyib? Bu sonsuz dərələr, qalın meşələr. Bax, nə dərə isim? Necə dərə sonsuz? Birinci tərəf necə sualına cavab edir, ikinci tərəf adlarla ifadə oldu. İsmi birləşmədir. Dəniz sevinirdi gəlişimizə. Dağlar dikəlib bizə baxırdı. Nəyə sevinirdi? Xəbər. Nə? Dəniz mübtada. Nəyə? Gəlişimizə. Tamamlıq. Nə? Dağlar mübtada. Dikəlib. Necə? Dikəlib. Feil bağlamadır. Yəni burada nə birinci növ var, nə ikinci, nə üçüncü növ. Birinci növ olsaydı, birinci tərəf necə sualına cavab verib, ikinci tərəf adlarla ifadə olunardı. Burada dikəlib nə edib? Baxın, nə edib sualına cavab verib? Yaxud da necə sualına cavab versə belə ikinci tərəf adlarla ifadə olunmayıb. İkinci növdə yoxdur, üçüncü növdə yoxdur. Deməli, söz birləşməsi, isim birləşmə yoxdur. B bəndində. Məsələn, C bəndində bu dağlar birinci növdür. Sonra durna gözlü.
Durna gözlü bulaqlar. Birinci növdür. D bəndində mənim könül adlı bir yoldaşım var. Mənim yoldaşım. Üçüncü növdür. E bəndində kimindir sabahdan axşama qədər yağışda, yağmurda çalışan əllər? Çalışan əllər. Neçənci növdür? Birinci növdür. Cavabımız nə oldu? B bəndi.